Değerli dostlar, vətəndaş müraciətindən danışacağım. Bu dəfəki vətəndaş müraciəti bir xanım sahibkarın başına Nazir Fərid Əhmədovun doğmaca BBC oğlunun açdığı oyundan danışacağım. Xanım sahibkarın yaxın adamlarının biri bizə müraciət edir ki, xanım sahibkar Heydər Əliyev adına sarayın yanında yerləşən ticarət mərkəzlərinin birindən çıxarkən görür ki, ona məxsus olan avtomobili təxminən 15 nəfərdən artıq icra və probasiya şöbəsinin əməkdaşları əhatəyə alır. Xanım sahibkar bildirir ki, məsələ nə məsələdir? Xanıma bildirirlər ki, sizin maşınınızı həbs qoyulub. Kim qoyub həbsi, niyə həbs qoyub? Adam bununla bağlı Binəqədi rayon məhkəməsinə müraciət edir. Deməli, xanımın maşınını oradan aparırlar, dəyərli dostlar. Yerləşdirirlər Ədliyyə Nazirliyinin penitensiar xidmətinə məxsus olan duracaqda. Niyə Daxili İşlər Nazirliyinə məxsus olan duracaqda yerləşdirilmir? Niyə Ədliyyə Nazirliyinə məxsus olan duracağı yerləşdirilir? Bu ayrı bir mövzudur. Deməli, xanım başına gələn bu hadisə ilə bağlı məhkəməyə müraciət edir. Fevral ayın 13-ü 2026-cı ildə Binəqədi rayon məhkəməsində xanımın lehinə qərar çıxarılır məhkəmədə və maşının üzərinə qoyulmuş həbs aradan qaldırılsın və maşın da təbii ki, xanıma qaytarılsın. Bu günə kimi xəbər yoxdur, dəyərli dostlar. Xanım sahibkar məhkəmə qərarının icrası ilə bağlı icra və probasiya şöbəsinə müraciət edir. Heç bir xəbər yox, məhkəmə qərarının icrası həyata keçirilmir və orada da icraçılar bildirirlər ki, xanıma məsələ yuxarıdan göstəriş verilməlidir. Sizin maşınınızı yalnız Fərid Əhmədov yaxud da Fərid Əhmədovun doğmaca BBC oğlu göstəriş verərsə, biz sizin maşınınızı özünüzə qaytararıq. Xanım sahibkar bildirir ki, ay kişilər, ortada məhkəmə qərarı var. Siz mənim maşınımı qanunsuz saxlamısınız. Siz mənim maşınımı özümə verməlisiniz. Xəbər yoxdur. Niyə? Elə adam nazirin BBC oğlu olanda, adamın dayısı oğlu nazir olanda nə istəsə onu edə bilir. Xanım Mehriban Əliyevanın qəbul şöbəsində iştirak edir. Xanıma orada yüksək səviyyədə köməklik olunur, dinləyirlər xanım sahibkarı və şəxsən Ədliyyə Nazirliyinin müavininə göstəriş verilir. Bu günə kimi xəbər yoxdur, dəyərli dostlar. Xanım təkrar prezident administrasiyasında prezidentin köməkçisi Fuad Ələsgərovun qəbuluna gedir. Fuad Ələsgərov xanım sahibkarı yüksək səviyyədə qəbul edir. Xanımın əlində məhkəmə qərarı, hörmətli Fuad Ələsgərov mənim başıma Nazir Fərid Əhmədovun doğmaca BBC oğlu oyun açır. Fuad Ələsgərov orada icra xidmətinin rəisi Vidadi Məmmədovu ayağa qaldırır. Ona şəxsən göstərir verir ki, gedin xanım sahibkarın problemini dərhal həll eləyin. Bu günə kimi heç bir xəbər yoxdur. Niyə Fuad Ələsgərovun göstəriş verdiyi adam icra şöbəsinin rəisi, icra xidmətinin rəisi niyə Fuad Ələsgərovun göstərişini həyata keçirtmir? Bax, sual buradan yaranır, dəyərli dostlar. Niyə? Təkrar qeyd edirəm. Sən nazirin BBC oğlusan deyə məhkəmə qərarının icrası həyata keçirilə bilməz. Belə bir dünya olurmu? İndi ondan da ayrıca danışacağım, dəyərli dostlar. Xanım sahibkar Nazir Fərid Əhmədovun Qobustan şəhərində keçiriləcək vətəndaş qəbulunda iştirak edir. Gedir vətəndaş qəbulunda iştirak etmək üçün nazirin əməkdaşları xanıma yaxınlaşırlar. Sizin nazirlə qəbulunuzu biz məzmununu bilməliyik. Xanım da məcbur qalır orada. Qəbulun məzmununu deyir nazirin əməkdaşlarına. Mən Fərid Əhmədovla ona görə görüşmək istəyirəm ki, Nazir Fərid Əhmədovun doğmaca BBC oğlu illərdir mənim canımı boğazam yığıb. Məni xəstəliyə salıb. Məni o qədər əsəbləşdirib, mənə o qədər əsəb verib, mənə o qədər zülm eləyib ki, mən ürək əməliyyatı keçirtmişəm. Danışıb, hamısını bildirib nazirin əməkdaşlarına və xanımın qəbul məzmununu Nazir Fərid Əhmədova bildiriblər. Nazir xanım sahibkarı qəbul etməyib, dəyərli dostlar. Etməyəndə xanım başlayıb qışqırmağa. Deyib, sən necə qəbul keçirdirsən? Saat 11 deyil, sənin qəbulun necə qutara bilər?
hörmətli Daxili İşlər Naziri Vilayət Eyvazovun qəbulu 2 gün davam edir rayonlarda. Bir Allahın qulu olmur ki, o adam qəbula düşməsin, yaxud dərdini deməsin. Təbii ki, xanım sahibkarı qışqırır orada, deyir, sənin bibin oğlu mənə zülm eləyir, sizə güvənir, siz onun dayısı oğlusunuz, siz nazirsiz, sizin də bibiniz oğlu mənim əmlakımı mənimsiyib, mənə məxsus olan avtomobili mənə vermir, məhkəmə qərarının icrasının qarşısını alır, qışqır, bağır, xanımın halı orada özündən gedir, pis vəziyyətdə xanımı gətirirlər evinə, dəyərli dostlar. Deməli, bir xanım sahibkarın başına adam nazirin bibisi oğludur deyə, adamın dayısı nazirdir deyə, görün nə işlər gəlir bu ölkədə, dəyərli dostlar. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazıram. Şifahi yazılı Ədliyyə Nazirinin adı keçir burada, Fərid Əhmədovun, onun bibisi oğlunun haqqında danışıram. Kimin mövqeyi olarsa, kim qarşı tərəf olaraq mövqe bildirmək istəyərsə, mən onun mövqeyini işıqlandırmağa hazıram, dəyərli dostlar. Mövzuya təkrar qayıdacağıq. Məsələ bizim diqqətimizdə qalacaq, dostlar. Yayımımızı bəyənin, paylaşın, kanalımıza abunə olun. Sağ olun, sağlıqla qalın.